Gəlin belə bir sualın izahına baxaq. 12-ci sual. Deməli, bu sualın sizə ən qısa yolunu izah eləyəcəm. Neyinirik? Əgər burada fərqlər eynidirsə, fərq deyəndə nəyi nəzərdə tuturam? Məsələn, baxın, 2 ilə 5. Aralarında fərq nə qədərdir? 3. 5 ilə 8, fərq 3. 8 ilə 11-də fərq 3-dür. 11 ilə 14-də, həmçinin 14 ilə 17-də fərq 3-dür. Yəni, hər birindəki fərq eyni olduğuna görə qaydamız budur. Deməli, kəsir xətti. Birinci kəsirin ən kiçik vuruğunu götürürük. Yəni, 2-ni yazırıq bura. Vururam, 2-ni vururam nəyə? İkinci kəsirin ən böyük vuruğu, yəni 17. 2-ni vururam 17-yə. Aha. Sonra, üzərlərində, yəni kəsirin surətində olan rəqəmləri cəmləyirəm. Nə qədər burada rəqəm var? 5 dənə. Yəni, nə olacaq burada? Olacaq 5. 5 dənə birin cəmi 5. Bu da elədir. Kəsir xəttində 34-də 5. Yəni, doğru cavab B variantı.